Güvəndəsən layihəsinə start verdi. Azərbaycanın ən güvənli həkimlərini, iş adamlarını və öz sözünü öz işində deyən, sübut edən bütün insanlarını elə monitoringin efirində Güvəndəsən verilişində görəcəksiniz. İnşallah görüşəcəyik. Hər birinizi xoş gördük. Monitoringin efirində Güvəndəsən layihəsi mən Zümrüd Şahovan təqdimatında başladım. Və istəyirəm qonağımı təqdim edeyim. İlk əvvəl deyim ki, xoş gəlmişsiniz. Çox sağ olun. Və sizi təqdim etmədən öncə həmkarım olduğunuz üçün çox sevindim. Səs Media qrupunun təsisçisi və rəhbəri, Səs qəzetinin baş redaktoru, Tərəqqi medallı əməkdar jurnalist Bəhruz Vaqifoğlu Quliyev. Çoxdur, azdır, nəyisə demədimmi? Xoş gəlmişsiniz. Çox sağ olun, çox sağ olun Zümrüd xanım. Mən də elə ilk növbədə hələ sual verməmişdən əvvəl fürsətdən istifadə edib bu Monitoring TV-nin efirində birinci dəfə gəlirəm, oluram və elə sizin kollektivə böyük yaradıcılıq uğurlar arzulayıram. Hiss edirəm ki, bu deyək ki, məkandan və sizin söhbətdən və burada gördüyüm insanlar hamısı peşəkardırlar deyə hiss edirəm ki, buranın çox uğurlu gələcəyi olacaq və bu televiziya tezliklə ən aparıcı televiziyalar sırasına çıxacaq. Uğurlar arzulayıram sizə. Çox sağ olun, mən sizə təşəkkür edirəm. Onu da qeyd edirəm ki, həqiqətən Monitoring TV-nin rəhbərliyinə çox böyük təşəkkürümü bildirirəm. Biz qonaqlarımızı seçici davranırıq. Düzdür, onlar da elə qonaqlar seçirik ki, onlar da hər kanala, hər televiziyaya, hər qəzetə açıqlama vermirlər və ilk mənim qonağım olduğum üçün buna görə də bir ayrıca bir xoşbəxtlik hissi duyuram. Təşəkkür. Və keçək suallarımıza. Buyurun. Ölkəmizdə media azaddır, hüquqi normativ aktlar və dövlətin dəstəyi var. Bu açıqlamanı siz vermişsiniz. Bəli. Media azaddır. Mən bu fikirlə razıyam. Amma bu azadlıq bizdə necə qəbul olunur? Həm televiziyada, həm qəzetdə, həm sosial şəbəkədə. Yəni, bu məfhumu biraz açsaq, nələri görə bilirik? Çox maraqlı sualdır və mən sizə deyim ki, həm də aktualdır. Bütün dövrlərdə, məsələn, Azərbaycan Vətəndaş Cəmiyyəti İnstitutu kimi Azərbaycanda media həqiqətən də dövlət və cəmiyyət arasında deyərdim ki, bir vasitəçi olub. Bilirsiniz, cəmiyyətdə problemləri qaldırmaq, işıqlandırmaq və dövlətin gördüyü işlər və cəmiyyət və dövlət arasında olan münasibətlərin müsbət məcrada yönəlməsi hər bir media işçisinin və media qurumunun bilavasitə birinci vəzifəsidir. Niyə vəzifəsidir? Ona görə mən şəxsən bütün işə başlayanda, yəni jurnalistlərlə planlama aparanda fərqi yoxdur, o peşəkardır və yeni gəlib və s. Birinci sözüm olur ki, yadınızdan çıxartmayın ki, siz Azərbaycan vətəndaşısınız, Azərbaycanın dövlətinin və xalqın qarşısında məsuliyyətiniz var. Bu məsuliyyəti dərk edərək işinizə, vəzifənizə başlayın. Sözsüz ki, jurnalist azaddır, jurnalist nə istəsə yaza bilir. Mən dedim, Azərbaycanda həqiqətən də kifayət qədər deməli, mətbuatı idarə edən, mətbuatı tənzimləyən, mətbuatı hüquqi bazasını formalaşdıran kifayət qədər böyük bizim qanunlarımız var, qanunaltı qərarlar var. Ən əsası, məsələn, 93-cü ildən sonra Ulu Öndərin media münasibəti bizdə yeni bir medianın formalaşmasına gətirib çıxartdı. Bilirsiniz ki, hələ o dövrdə internet bir o qədər aktuallaşmamışdı və yazılı mətbuatıdır, qəzetlər idi və o dövrdən gəlib çıxmışdıq ki, biz o dövrdə bir formasiyadan digər formasiyaya keçid, yəni SSR-nin dağılması və müstəqilliyə qovuşmaq, müstəqilliyi əldə eləmək və o arada olan o proseslər, yəni 88-93-cü illərki o bir təqribən 5 il zaman fasiləsində və yaxud da deyək ki, o zaman ərzində, çərçivəsində media deyərdim ki, bir sarsıldı. Niyə?
Birinci, köhnə qayda ilə işləmək olmurdu. Ona görə SSR qaydaları ilə, SSR-də vahid partiya sistemi idi, bilirsiniz, bir partiyalı sistem, Komünist Partiyası hakim idi və SSR-nin özünün bəlli, çərçivəli ideologiyası var idi. Yəni, dövlətin mətbuata yanaşması bəlli idi. Yəni, hər şey hazır idi, belə deyək, çərçivə. Amma bir tərəfdən də azadlıq, azad olmaq, müstəqil olmaq, müstəqil bir dövlətə yeni bir, belə deyək, müstəqilliyə qovuşmaq və bu ikisinin arasında olanda Azərbaycan mediası deyərdim ki, sarsıldı. Yəni, nə cür davranmasını bilmədi və onun nəticəsi idi ki, bir tərəfdən də, mən haşiyə çıxım, bir tərəfdən də hakimiyyət, yəni 93-cü ilə qədər olan hakimiyyət Azərbaycan mediasına o şansı vermədi ki, o rahat şəkildə fəaliyyət göstərə bilsin. Elə mən bir misal çəkim də, mən indi o hakimiyyətlərin bir-bir adını çəkməyəcəm, hansı hakimiyyətdən, hansı hakimiyyətdən. Amma, məsələn, bir Daxili İşlər Nazirinin efirdə gəlib jurnalisti döyməyi, yazdığı yazıya görə jurnalisti işindən olmaq azdır. Jurnalisti maşının yük yerinə basıb aparıb döymək. Biz bu cür nümunələr gördük Azərbaycan mediasına qarşı. Bu cür təzyiqlər gördük. Yəni, söz deyə bilmək. Siz fikir verin, həm azad olmaq istəyirsən, həm müstəqil bir media yaratmaq istəyirsən və yaxud da müstəqil dövlətin müstəqil mediası olmaq istəyirsən, amma iradə yoxdur. Hakimiyyətdə o güc yoxdur ki, imkan versin ki, səni rahat tənqid eləsinlər. Amma mən ona gətirib çıxartmaq istəyim ki, 93-cü ildə Ulu Öndər hakimiyyətə gəldikdən sonra bir iradə nümayiş elətdirdi və mediaya tam azadlıq verdi. Mənim yadımdadır, mən sizə bir maraqlı bir nümunə məsələn deyim. Mən Ulu Öndərlə uzun illər, yəni prezident administrasiyasına akreditasiya olmuş jurnalist kimin tədbirlərdə olmuşam, tədbirləri müşahidə eləmişəm jurnalist kimin və orada bir şeyin şahid oldu. Məsələn, gedirdik rayonlara, tutalım ki, Ulu Öndərin hansısa rayona səfərini müşahidə edirdik. Ulu Öndər jurnalistlərə daha çox üstünlük verirdi, nəinki məmurlara. Hətta məmurları özündən aralaşdırırdı, jurnalistləri çağırırdı. Deyirdi, gəlin yaxına, görüm, siz bu rayonda, bu bölgədə nə gördünüz, nə müşahidə elədiniz, nə çatışmır, insanlar necə yaşayır? Bilirsiniz, bax, bu suallar, hətta bəziləri heç bu gün indi üstündən 10 illər keçib, nə bilim, deyərdik ki, neçə illər keçib, indi açıqlama olar. Eləsi var, heç efirə heç vaxt getməyib. Amma Ulu Öndərin sərt biz məmurlara qarşı, belə deyək, hirsini də görmüşük, çıxışını da görmüşük və yaxud da elə biz bir müsahibələrdə, mübahisələrdə, hətta müzakirələrdə belə biz Ulu Öndərin hər hansı formada mediaya imkan vermək, azadlıq vermək və hətta məmurlara tövsiyə edirdi ki, siz öz işinizi düz görün. Qoyun media yazsın, media yazmalıdır, görməlidir. Bu cəmiyyətin aynasıdır, güzgüsüdür. Demək istəyəm, bax, buradan qaynaqlanaraq, bəli, media azad oldu 93-cü ildə. Bugün siz sual verdiniz, mən biraz uzun danışdım, tarixə getdim, çıxdım. Bax, azadlıq buradan dərk elədik. Azadlıq nədir? Media azadlığını oradan başa düşdük. Və bugün də, mən dediyim kimi, həqiqətən də Azərbaycan mediası, mən bütün, deyim ki, dünyanın bir sıra ölkələrində olmuşam, əksər ölkələrində olmuşam. Və media təmsilçisi kimi media ilə çox maraqlanmışam. İnanın ki, bizdə olan qanunlar da, bizdə olan davranışlar da, bizdə olan hökumətin, belə deyək, iqtidarda olan rəhbərin iradəsi qədər heç bir dünyanın heç yerində bu qədər şans vermirlər ki, deyək ki, hətta ən demokratik ölkələrdə belə, hansı ki, demokratiyanın beşi, hansı ki, demokratiya carçısı, hansı ki, nə bilim, demokratiyanın danışan ölkələrdə belə bu qədər şans verilməyib ki, media tam azad şəkildə öz yazdığını ifadə eləsin, tənqid eləsin, sosial şəbəkələrdə. Sizə bir misal da deyim, deyəsən, ağız doludur ki, sual verməyə özdə bilirəm ki, sizin kimi təcrübəli jurnalistindən danışmağın özü də çətindir, amma yaralı yerimə toxundunuz. Yəni ki, bəzi yerlərdə, hətta bəzi dövlətlərdə sosial şəbəkələrə ciddi embargolar var. Qanunlarla, hətta blogerlərin belə fəaliyyəti qanunlarla tənzimlənir. Hər yerdə.
Biz məsələn konstitusiyada olan insan hüquqları, insan azadlıqları, medianın azadlığı və s. və s. Yəni bunların hamısı bizim üçün deyək ki, dünyanın gözündə hamısı fakt olaraq deməli bütün azadlıqlar bizim mediaya, bizim xalqa, bizim cəmiyyətə şamil olunur. Amma Avropanın baxışı ilə deyirəm. Amma Avropada özləri öz medialarını, öz cəmiyyət institutlarını elə sıxırlar, elə formada deməli onları yığıb çərçivəyə salıblar ki, deyəndə deyir demokratik ölkədir və bu ölkəyə təhdiddir. Ona görə biz bu qanunu bu cür qəbul eləmişik. Yaxşı, onda Azərbaycanda niyə balaca bir olan detalı siz mikroskopla, deyək ki, lupa ilə, əl lupası ilə axtarsınız, problemi qabardırsınız. Ona görə də mən həmişə demişəm, indi də deyirəm ki, Azərbaycan ən demokratik ölkələrin belə deyək, mediasından Azərbaycan mediası daha azaddır və ən yaxşı nümunəndə mən sizə deyim, bu gün Azərbaycan mediası yaradıbdır. Biz bunu kimsə, bir də görürsünüz ki, bu adətən fikir, alternativ də fikir olur, adətən ideya, alternativ ideya olur, belə yəni tənqidçilər olur. Amma mən sizə tam səmimiyyətlə, mən təkcə elə bir 30 ilə yaxın mənim stajım var, yəni bu sahədə təcrübəm var. Mən sizə deyirəm ki, Azərbaycan mediası bugün ən gözəl dövrün yaşayır, ən inkişaf dönəmindədir. Üzr istəyirəm, inkişaf dönəmin keçib artıq o ən yüksək mərhələdədir və hesab edirəm ki, bu gedişatla Azərbaycan necə ki, bütün sahələrdə modellər yaradıb, siz bayaqlar dediniz, nümunədir, elə sözün əsl mənasında. Həm qanunları ilə, həm fəaliyyəti, həm qanunları ilə, həm fəaliyyəti ilə, həm davranışı ilə, həm də dövlətin mediaya olan münasibəti ilə yeni bir model yaradacaq. Yeni bir model yaradacaq və bu nümunə bax onları bir yerdə birləşdirib və Azərbaycan mediasının inkişafını davam edəcək. Çox gözəl danışırsınız Bəhruz müəllim. Siz medianı o qədər gözəl danışdınız ki, həqiqətən, amma bu sosial şəbəkəyə mən toxunacağam. Dediniz ki, sosial şəbəkələrdə gözəldir vəziyyət. Yox, mən onu demək istəyirəm. Məncə sosial şəbəkələrdə müəyyən məhdudlaşma qoyulmalıdır. Bugün sosial şəbəkə heç bir maariflənmə rolunu oynamır. Hansısa xəbər portalı fərqi yoxdur, şou xəbər, xəbər portalı sifarişlə işləyirlər. Bəli. Xəbəri tam istinadsız, əsassız götürürlər. Zümrüt xanım, siz də jurnalist o dəqiqə tutmuşsunuz ki, ola bilsin mənim fikirlərimdə tamaşaçılar və yaxud da qulaq asan adam üçün ola bilsin anlaşılmazlıq olsun. Mən demədim ki, sosial şəbəkə, mən dedim ki, ümumilikdə bizdə sosial şəbəkələrdə davranış, bizdə ümumilikdə mediada jurnalistin davranışı tam azad və qanunlarla belə deyək, əhət olur. Amma siz sosial şəbəkələrə gəldikdə bizim ən yaralı yerimiz oradır. Niyə? Bugün artıq biz elə bir jurnalistikadan danışırıq ki... Hər kəs jurnalisti, hər kəs televiziya sahibidir, götürdü, çəkdi, paylaşdı, çəkdi, paylaşdı. İndi biz Zümrüt xanım istəsək də, istəməsək də artıq belə bir dövrə gəlib çatmışıq ki, biz sosial şəbəkələri belə deyək, müxtəlif formada idarə eləməyi bacarmalıyıq. Yəni biz cəmiyyət üzvləri, biz peşəkar jurnalistlər olaraq elə davranmalıyıq ki, bizim sosial şəbəkələrdə yalan informasiyalar, əsassız kökü olmayan, əsli olmayan. Biz onlara imkan verməməliyik ki, onlar yer alsın. Onun da, yenə deyirəm, cəza tədbirləri, qanun mütləq şəkildə olmalıdır. Niyə? Mən bayaqlar dedim, prosta arxasını gətirmədim. Konstitusiyamızda bizi insan ləyaqətinin qorunması ilə bağlı, şərəf ləyaqəti, şəxsi həyatıdır, şəxsi azadlığı, bəli, bunların hamısının qorunması ilə bağlı kifayət qədər bizdə maddələr var və maddələrdən irəli gələn qanunlar var. Media haqqında qanunun özündə də bununla bağlı müxtəlif bəndlər var. Yəni, azadlıq, bayaqları dediniz, onu deyəcəkdim, sözdən sözə çox bu azadlıq deyil. Yəni, azadlıq xaos demək deyil. Siz gördünüz, biz bunu görmüşük. Xaos deyil, yox. Yəni, bax, biz bunu yaşamışıq, Azərbaycan xalqı olaraq biz bunu yaşamışıq. 90-cı illərin əvvəllərində azadlıq hara gətirdi, çıxartdı? Xaos, anarxiya, dövlətin parçalanması, müxtəlif deməli, ittifaqların yaranması və s. və s. Yəni, bu deməkdir ki, o azadlıq artıq azadlıq deyil. Birinin hüquqlarının, belə deyək, hüquqlarının qoruyuruq, digərinin hüquqlarını pozuruq. Həmən kimisə şəxsi həyatını gündəmə gətirirəmsə, onu çəkib paylaşıramsa, hansısa bir cəza tədbiri görülməlidir. Ona görə də mən düşünürəm ki, o azadlıq deyil. O azadlıq artıq
anarxiyadır, xaosdur. Ona görə də sosial şəbəkələrin ora necə nəzarət eləyək və yaxud da nəzarət eləyək onun nəzarəti necə olmalıdır? İndi çox gözəl sualdır. Orada nəzarət birinci qanundan deməli təmin olunur. Qanunlar var, media haqqında qanunda da var və bizim yenə deyim konstitusiyamızda da var. Amma bu o demək deyil ki, kütləvi şəkildə elə hər yazanı tutdular, tutalım ki, qanun qarşısında həbs elədilər və s. Niyə istinadsız xəbər yazır? Hə, bəzən görürsünüz ki, bizdə bir humanistlik də var da, qanun var. Amma ikinci tərəfdən humanistlik də var. Dövlət qurumları niyə o da, nədən irəli gəlib? Məsələn, bir də görürsünüz, elə bir hadisə olur ki, cənab prezident onu özü bağışlayır. Bağışlayandan sonra məsələn, artıq iradəni ortaya qoyub, deyənə, yəni qanunlar bəzən o hüquq mühafizə orqanları da fikirləşir ki, buna bir xəbərdarlıq eləməklə, məsələn, yekunlaşdıraq. Amma bu insanların hamısı eyni cür davranmır axı. Yəni, əgər insanlar orada məişət problemlərini və yaxud da hansısa bir, deyək ki, informasiya hansı ki, bu məlumatdır, hələ informasiya deyil, yoxlanmamış bir məlumatı paylaşırsa, yəni biz istehsalçıyıq, biz bilirik ki, informasiyanı emal eləmək lazımdır. Bunu tam dolğun soruşmaq, qarşı tərəfdən alınmalı, müsahibə, yəni istinadlar olmalıdır ki, bu informasiya halına salınsın və bu paylaşılsın. Amma bəzən görürsünüz, sosial şəbəkələr istifadəçiləri elə heç ağına bozuna baxmadan, yəni düşünmədən ki, bu kiməsə... Bir hörmətli başlıq da yazırlar, heç dəxil olmayan bir şey, getdi. Öz, belə deyək ki, profilini və yaxud da özünün səhifəsini ya artırmaq üçün, ya oxutmaq üçün, ya informasiyasını oxutmaq üçün ki, nədir ki, oradan reklam gələcək buna. Amma bəzən biz bayaqları dedimi, birinci vətəndaş məsuliyyətini hiss eləmək lazımdır. Azərbaycan dövlətinin və Azərbaycan xalqının qarşısında məsuliyyət dərk edən hər hansı bir vətəndaş bu səhv eləməz. Hansı peşədə işləməklə asılı olmayaraq, bəzən bir də görürsünüz ki, fərqi yoxdur, o evdar xanımdır, fərqi yoxdur, o fəhlədir, fərqi yoxdur, o deyək ki, çobandır, ya deputatdır, ya nazirdir, fərqi yoxdur. Bəzən bir də görürsünüz ki, bir sosial paylaşım eləyir. Bu bir sensasiya olur, dəhşət. Amma nəticəyə baxırsan, görürsən ki, bu bizim xalqı məhv eləməkdir. Bu bizim ailə dəyərlərinə hücum eləməkdir. Bu bizim kişi-qadın münasibətlərinə, bu bizim gənclik, belə deyək, gənclik institutuna təsir eləyəcək bir elementdir. Yəni, sən bunu bilə-bilə niyə bunu paylaşırsan? Əsasda ailə dəyərlərimizə zid olan. Bəli. Yəni, sən əgər bunun mahiyyətini bilmirsənsə, onda niyə paylaşırsan? Və yaxud da kim paylaşıbsa, sən onu yayırsan. Niyə bunu bilmirsənsə? Yaxşı, ikinci tərəfdən, onun üçün, mən bayaqları qeyd elədim, səhti keçdim. Onun üçün Azərbaycan peşəkar mediası, yəni ənənəvi media artıq sosial şəbəkədə deyim ki, daha peşəkar işləməlidir. Bu cür məlumatlar yayılanda ya onun həmən araşdırıb, dəqiq necədirsə bunu, yəni alternativ olaraq dəqiq informasiyanı paylaşmalıdır ki, o yalancı, zərərli, Azərbaycan xalqı üçün, yenə deyirəm, Azərbaycan insanı üçün, vətəndaşı olan zərərli məlumatı alt-üst eləmiş olsun, yəni tam real həqiqət açsın, professionallıq, peşəkarlıq ondan ibarət. Və yaxud da maarifləndirmək üçün güclə aparmaq lazımdır. Bu da, yenə deyirəm, sosial şəbəkələr bugün bizi üstələyib, bugün peşəkar medianı üstələyib. Yəni, onlarda yayım, onlarda siz bayaqları dediniz kimi, bir şey ki, telefon əlində hamı vətəndaş jurnalistikası ilə məşğuldur. Əgər vətəndaş jurnalistikası ilə məşğuldursa, deməli, üstün onların tərəfindədir də, peşəkar medianın tərəfində deyil. Amma peşəkar medianın əsl peşəkarlığı ondan ibarətdir ki, bu cür, məsələn, vəziyyətdə daha çevik, operativ, yəni o portalları idarə edən insanlar yoxlanılmalıdır. Onların jurnalistika fəaliyyətinə baxılmalıdır. Ən azından onların yazı üslublarına baxılmalıdır. Onlarla bağlı onsuz da qanun var. Açıq deyək, media haqqında qanun. Amma deyəsən təsdiq olunmuyub. Media haqqında qanun, faktiki olaraq, sosial şəbəkə haqqında müzakirələr gedir. Amma konkret açıq heç bir embargo, belə deyək ki, hansısa bir məhdudiyyət, hansısa bir nə bilim nə yoxdur. Amma mən sizə deyim ki, bir vətəndaş özünə, məsələn, mənim öz hərəkətimdə, öz davranışımda, jurnalist peşəsi ilə bağlı, məsələn, peşə davranışında həmişə özümün çərçivəm var. Mən özüm o çərçivəni qoymuşam ki, bu çərçivədən o yana keçmək olmaz. Siz görmüsünüz. Siz görün kimlərin yanında çalışmısınız, kimlərdən dərs görür. Bu başqa bir şeydir. Hər kəs özü üçün bir normativ müəyyənləşməlidir. Niyə? Əgər sizin övladınız
sizin davranışınızdan zərər çəkəcəksə, ziyan çəkəcəksə, paylaşılan hər bir məlumat, yalancı məlumat bizim ailə dəyərlərinə, bizim uşaqlarımıza, bizim psixoloji sarsıntı verəcəksə və yaxud da bir kəsin həyatına belə deyək, risk atmaqla, bəlkə də o informasyonu gəlib özünü öldürəcək, onun haqqında çıxan bir məlumat. Bəli. Yəni, bunun qarşısını alması üçün hər kəs öz borcunu bilməlidir. Bu bizim işimiz maarifləndirməyə daha çox üstünlük verməkdir ki, qoy insanlar dərk eləsinlər nə elədiyini. Bugün barıt çəlləyin üstündə oturub, belə deyək, hər hansı bir, həqiqi mənada deyirəm, yəni, sən özünü də partladarsan, sən ailə dəyərlərini də partladarsan. Sənin bugün gördüyün iş, sabah sənin övladı dövlətçilik qarşısında borcudur. Və yaxud da sabah sənin, belə deyək, ailəvin çəkdiyi əziyyət ola bilər, mənfi əgər hər hansı bir iş görürsənsə. Və yaxud da sənin bugün müsbət çalarlarda atdığın addımlar sənin gələcəyə yatırımındır. Sənin mənəvi yatırımındır. Sosial şəbəkəni qoyduq qırağa, televiziya izləyirsiniz. Bəli. Hər verilişlərə baxırsınız. Mən bilirəm ki, heç nə qaçırmırsınız. Bugün ailə dəyərləri dediniz. Hansı ailə dəyərindən biz danışa bilərik ki, televiziyada aparıcı müğənninin yaxud aparıcının övladlarının atasını axtarır. Yəni, çox gülünc bir vəziyyətdir ya. Yəni, mən sevdim, sevirəm filan kəsi və nə olsun ki, onun həyat yoldaşı var, mənim övladlarımın, övladımın atasıdır. Aparıcılar da belədir, müğənni də bunu deyir. Düzdür ya, bugün mən onları qınamıram. Bugün adi həyatda da var, yəni belə bir normalda, yəni məşhur olmayan insanlarda da var bu hadisələr, bu faktlar. Amma axı sən güzgüsən, axı sən tamaşaçı qabağına çıxırsan, sən 17-18 yaşında xanımların, qızların, balaca qız övladlarının qabağına hansı dərsdən, mən elə o məsələyə toxunacaqdım, maşallah. Hansı ailə dəyərindən danışırıq? İndi bax, bizim problemimiz nədədir? Nədədir? Baxın ki, maarifləndirici adam, yəni bizim efirdə deyək ki, hər hansı bir veriliş aparan və yaxud da bir layihəni həyata keçirən adam özü jurnalistdir. Yəni, özünün də məsuliyyəti var. Sadəcə o məsuliyyəti dərk eləmir. O jurnalist deyil, onun sponsor var, mən də onu demək həcisi var. İndi bunlar keçiblər başqa bir səmtə, yəni başqa bir davranışa. Hesab edin ki, bir layihəni həyata keçirəndə, siz dediniz ki, indi mən o formada ifadə eləməyəcəm, bir sponsorla deyək, sən bir layihə həyata keçsən, amma layihədə, yenə deyirəm, mənəvi dəyərlərə üstünlük vermək lazımdır. Sən əgər bir şeyi təbliğ edirsən, tutalım ki, belə deyək, siz dediyiniz o nümunələri, kimsə yoldaşını axtarırsan, kimsə atasını axtarırsan, yəni bu bizim uşaqlara, övladlarımıza gələcək üçün hansı töhfəni verə bilər? Sən niyə bir alimdən, məsələn, misal çəkmirsən və yaxud da bir patriotizmdən, bir dənə nə bilim, deyək ki, həqiqətən də vətənpərvərliklə biz qalib xalqıq. Biz qalib dövlətik. Əgər bugün biz o cılız hisslərlə öz qalibiyyətimizi o cılız hisslərə aparıb bağlasaq, onda bizdən heç nə çıxmaz. Amma əksinə, bugün bizim davranışımızda bir qalibiyyətlik, qələbə, zəfər, bunlar hiss olunmalıdır. Və davranışımızın hamısı... Biz güclü dövləti, dünyaya səs salan dövləti. Mən ona görə deyirəm ki, indi əgər biz efirlərimizdə cılızlaşdırıb, özümüzü də aparıb, indi mən onlara açıq cavab vermək və o... Haqda danışmaq belə istəmirsiniz. Ona görə ki, yaraşdırmırsınız, mən sizi başa düşürəm. Açığı deyim ki, siz dediniz, bütün televiziyalara baxıram, mən baxıram. Ancaq o ki, tərbiyəvidir, o ki, vətənpərvərdir, o ki, patriotdur. Orada mən övladımın yanında açıb hansı efiri baxa biləcəyəm, hansı verilişə baxa biləcəyəmsə, bax, onlara baxıram. Mən evdə əyləşəndə, deyək ki, televiziyada çağırılmamış qonaqdır. Bugün hətta YouTube televiziyalarının hamısı da, elə biz də, siz də, yəni Səs TV-də, Monitor TV-də istər-istəməz çağırılmamış qonaqdır. Yəni, mənim evimə daxil olur. Əgər mən ona evimdə açıb baxmağı özümə şərəf bilirəmsə və yaxud da özümə rəva bilirəmsə, mən ona baxıram. Mən o tipli verilişlərə açıq deyim, baxmıram və tənqid də eləyirəm. O günləri bir tənqid eləmişdik. Biz qəzetdə bir felyetonda ironik və satirik dillə belə deyək, bizim yaxşı felyetonlarımız gedir. Bütün janrlardan bizim qəzetdə istifadə olunur. Onu sizə deyim, oturuşmuş neçə ilin, 35 ilin, 34 ilin qəzetidir. Yəni, mənə dostlarım zəng elədilər ki, sizin nə işiniz var? Axı, Azərbaycan cəmiyyətdir, balaca cəmiyyətdir, hamımını tanıyır, hamımıyla hər hansı formada kontaktdadır, əlaqədədir, belə deyək. Ona görə də... Sizin işiniz yoxdur, onun işi yoxdur, bunun işi yoxdur. Bəs kimin işi olsun?
Yəni çıxardırlar bir blogeri və yaxud bir müğənnini, fərqi yoxdur kim olursa olsun da, yəni aparıcı olsun. Çıxır deyir ki, mən ayda 80.000 pul qazanıram. 16-17 yaşında uşaq oradan baxır. Deyir ki, mən evləmə kimi işləyincə, elə gedirəm belə pul. Mən təhsilli olmalıyam. Gedirəm oxuyuram, müğənni olaram. Qəşəng tipdən plastik əməliyyat da elətdirərəm. 80.000 bizim yaralı yerimiz. Bəs cəmiyyət? Təəssüflər olsun. Cəmiyyət. Çox təəssüflər olsun ki, bizim qızlarımız, bizim ana bacılarımız biz onları xilas eləmək üçün bugün bəlkə bax o cür siz belə çəkilirsiniz ha. Deyirsiniz ki, mənim nə işim var, mən niyə danışıram? Yox, o cür biz televiziya verilişlərini tənqid eləməliyik. Bax, yenə deyirəm ki, o günləri mən dedim bir qəşəng araşdırma apardılar, sonra mən oradan, buradan zəhlər, nəmnələr, amma ona baxmayaraq, mən deyirəm ki, qardaş, pulu qazan da, ancaq bu formada qazanma da, pulu bir mədəni, tərbiyəvi verilişlərdən qazan, bir nə bilim, deyək ki, gəncləri maarifləndirən bir verilişdən qazan. Axı ona sponsor gəlmir. Sponsorlarda çox təəssüflər olsun ki, ancaq bu və belə tipli verilişlərə gedirlər, o siz dediyiniz xarcılar. Amma Bəhruz müəllim, siz mənə söz verin ki, deyirsiniz, qarışmayacağım, qarışın. Ona görə ki, siz qarışmalısınız, siz peşəkar insansınız, siz bu sahədə sözünü demişsiniz, siz cəmiyyətin, necə deyim, ən öndə qaymaq insanlarından bir, siz qarışmadınız, mən qarışmadım, o qarışmadı və kim qarışsın? O bir məsələ var, məndən ötdü, sənə dəydi. Bax, ona görə. Bu elə biz birimizdən ötürüyük o birisinə, o da bizim ən sonunda kimə dəyəcək? Gələcək nəsillərə. Onlar da biz siz nə deyəcək? Biz onlara deyəndə ki, bu səhvdir, bu düzdür, deyəcək, bəs sən bir dəfə çıxıb haradasa demədin ki, kimin yanında sən bunu dedin? Biz də elə bildik, düzdür də belə olmaz. Mənim bildiyim bir məsələ var. Bütün hər kəs, hansı layihəni həyata keçirirsə, hansı efiri veriliş hazırlayırsa, neysə, əxlaqi, mənəvi dəyərlərə, bizim milli mənəvi dəyərlərimizə hökmən birinci əsas tutmalıdır, sonra pul qazanmalıdır. Yəni pula, mən sizə deyim, əxlaqi dəyəri pula satmaq olmaz. Yəni sən bugün pul qazanırsan, amma o pul qazanmaq deyil. O övladı gələcəyə bədbəxt hazırlamaqdır. Ona görə də deyirəm ki, üstünlüyü vermək lazımdır. Birinci, mənəvi, əxlaqi dəyərlərimizə, ailə dəyərlərimizə. Halal yemək lazım. Bəli. Ondan sonra qazan da, pulu da qazan, hər şeydə qazan. Tamam, mən hər zaman deyirəm ki, mənə övladımın, Allah hər kəsin balasını saxlasın, təhsilindən öncə tərbiyəsi, əxlaqı. Bəli, birinci əxlaq tərbiyə. İnsanı olan adam, ağlı olan adam, cahil olmayan adam hər zaman tərbiyəsini, mədəniyyətin, əxlaqını gözləyir. Elə təhsil də məhz onun içindədir. Bəli, razıyam. Mədəni olan, əxlaqı olan. Tərbiyə təhsil, tərbiyə mərkəzləri. Bəhruz müəllim, 2002-ci ildə ümummilli lider, siz qısaca danışdınız, amma istəyirəm o xatirələri bir daha dönək. Ümummilli liderimiz Heydər Əliyev jurnalistlərin dostu mükafatına layiq görüldü. 2000-ci ildə təsis olunmuşdu. Bəli, bəli. Və həmin vaxtlar, bilirəm ki, çox gözəl xatirələriniz var, bəlkə də paylaşmadığınız xatirələriniz var heç yerdə. İstəyirəm o barədə danışasınız, o xatirələri bizimlə paylaşasınız. Mən sizə çox belə bir maraqlı bir xatirələr danışım ki, ümumiyyətlə Ulu Öndərlə bir formada, bir dövrdə yaşamaq özü böyük bir xoşbəxtlik. Çox böyük. Sizə deyim ki, mən, məsələn, Ulu Öndəri özümə həmişə, yəni indi efir üçün demirəm, kim necə başa düşür, onu da özü bilə, ideal seçmişəm. Ulu Öndərin davranışı, hərəkəti, natiqliyi, yerişi, duruşuğu, bəzi məqamlarda bədən jesti, hərəsi bir dərsdir. Səmimiyyət. Və səmimi davranış, inanın, onun qəlbində, onun ürəyində o qədər böyük humanistlik, o qədər insanlıq. Mən sizə deyim ki, Azərbaycan insanının, Azərbaycan vətənpərvər, patriot insanının ən gözəl nümunəsini Heydər Əliyev yaradıb. Elə o jurnalistikada da dərs verib, jurnalistlərə də dərs verib, bizim sahədə. Mən sizə deyim ki, bəzi hallarda jurnalist dili ilə danışırdı bizlə və belə çıxırdı ki, Heydər Əliyev jurnalistikanı bizdən daha dəqiq bilir. Yəni, biz, məsələn, mən yenə deyirəm ki, bütün tədbirlərdə onun yanında, əksəriyyətində, ən çox daxili tədbirlərdə olmuşam yanında və bütün hər kəlməsi bir tezis idi, bir tarix idi. Bir insanın davranışı üçün, hərəkət üçün, jurnalistin, məmurun davranışı üçün, məmurun insana, məmurun vətəndaşa davranışı, məmurun jurnalistə davranışı üçün bir mesaj idi. Yəni, o qədər, inanın, problemi deyirdik, siz fikir verin, 2000-ci ildə məsələ qaldırdıq, problem qaldırdıq ki, və bizim borclarımız var nəşriyyata,
biz nəşriyyatı ödəyə bilmirik və s. Özü ən çox borcda Səs qəzetinin borcuydu. Sizə deyim, yarım milyona yaxın borcuydu. Məsələ Ulu Öndərə çatan kimi bütün borclarımız donduruldu və sonra da dövlət tərəfindən ödənildi. Cənab Prezidentin dövründə bütün məsələlər ancaq dövlət tərəfindən hamısı ödənildi və dondurdu. Yəni, belə deyək, və o addımı ilə Ulu Öndər mətbuata deyim, yazılı mətbuata deyim, elə bir nəfəs verdi ki, yəni bizə meydan verdi ki, siz çalışın, vuruşun, yazın. Özdə, məsələn, jurnalist haqqında danışanda deyirdi, jurnalist çox ağır peşədir. Məsələn, xanım jurnalistlər haqqında bir dəfə bir fikir var idi. Elə o, deyək ki, ən çox media ilə görüşlərində də deyirdi. Məsələ, 2002-ci ildə jurnalistlərin dostu bəli, hədiyyəsini alanda, o mükafatını alanda da deyir ki, jurnalist peşəsi və xüsusən xanımların jurnalist peşəsi çox ağır və məsuliyyətli peşədir. İndi siz fikirləşin ki, xanım burada həm vətənpərvər, həm döyüşkən, həm yeri gəlində mülayim, həm sərt, həm yazan, gecə gündüz işləyən və ailəsində də xanım. Görün, nə qədər ağır bir peşənin sahibi idi. Özdə siz indi neçə ilin jurnalistsiniz, baxın, görün, jurnalistikada xanımlar nə qədər kişidən açıq deyim ki, heç vaxt fərqlənməyiblər, çiyin-çiyinə vuruşublar, döyüşüblər. Yəni, ona görə ağırdır ki, kişi peşəsi ilə xanım peşəsini bərabər eləyən yeganə peşədir jurnalistika ki, orada nə xanımın, nə kişinin heç bir fərqi yoxdur. Yəni, ikisi də döyüşüb, ikisi də vuruşub, ikisi də dövlətçilik uğrunda vuruşub, ikisi də yazıb, ikisi də gedib ən çətin yerlərdə çəkiliş eləyib, ikisi də gedib ən keçilməz yollardan keçib. Demək istəyəm, yəni, bax, Ulu Öndər öz çıxışında da bu barədə danışdı, bir hamı ilə görüşdü. Yəni, yeganə deyim sizə ki, o dövr üçün Ulu Öndərə qədər bir neçə dəfə bilirsiniz, daha Azərbaycanda hakimiyyət dəyişikliyi olmuşdu. Amma Ulu Öndərin 93-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbaycan mətbuatının birinci addımı nə oldu? Deməli, mətbuatın üzərindən senzuranı götürdü. SSR dövründə və o dövrə qədər biz deyirik, indi o AXC Müsavat Hakimiyyəti, Demokratiya, və onlar da saxlamışdılar hətta. Həmin dövrdə də embargo, yəni senzura var idi. Bütün qəzetlər nəşriyyatın yanılmasa 7-ci, 8-ci mərtəbəsində idi. Gedirdi orada, deməli, senzuradan keçirdi, üstünə imza atandan sonra gəlirdi çap olmağa. İcazə verirdi çap olmağa. Bəzən bir yazı senzuradan keçmişdi, qəzetin bir səhifəsi ağ çıxırdı. Onda da o quruşun siyahı idi, daha onu dəyişmək kompüter deyildi ki, dəyişəsən, verəsən, neyniyəsən. Belə, Ulu Öndərin atdığı addımların hər biri Azərbaycan dilinin qorunması ilə bağlı, Azərbaycan dilinin səlisliyi ilə bağlı, Azərbaycan dilinin mükəmməlliyi ilə bağlı, medianın inkişafı ilə bağlı, jurnalistin fəaliyyəti ilə bağlı, sizə dedim, problemlərin həlli ilə bağlı, nəşriyyat olan borclarla bağlı, kağıza qoyulan əlavə dəyər vergisinin götürülməsi ilə bağlı o qədər addımları var ki, biz, şəxsən mən, Azərbaycan jurnalistikasının o dövrü üçün mən həmişə fikirləşirdim ki, dövlət bir tərəfdən bu addımları atır. Məsələn, özdə bu vəziyyətdədir. Bizi bilirsiniz, o dövrdə dövlət də güclü deyildi. Yəni, ağır bir vəziyyət idi, ağır proses idi. Deyirdim ki, Azərbaycan jurnalistikası və Azərbaycan vətəndaş cəmiyyətinin institutlarının hər birinin HDL-və borcu var, Ulu Öndərə borcu var. Ona görə ki, bu addımların qarşısında bir tərəfli gedir addımlar. Amma ancaq dövlət tərəfindən. Bəs cəmiyyət nə edir? Cəmiyyət institutları nə edir? Biz nə edirik? Biz də nə etməliyik? Biz də yeni qurulan, o dövr üçün deyirəm, yeni qurulan dövlətə, hüquqi və demokratik dövlətə dəstək olmalıyıq. Vətəndaş cəmiyyətinin formalaşmasına dəstək olmalıyıq. Amma biz o dəstəyi də göstərək. Biz deyəndə, yəni təkcə mən söhbət Səs qəzetinə getmir. Ümumi jurnalistika deyirəm. Vətəndaş cəmiyyətinin deyirəm ki, o qədər adekvat Ulu Öndərin addımlarına biz deyək ki, adekvat cavab verə bilmirdik. Bax, belə bir. Ümumiyyətlə, ümummilli liderimiz Ulu Öndərin elə bir Azərbaycanda sahə yoxdur ki, orada onun toxunuşu, orada onun imzası, qayğısı, diqqəti olmasın. Mən icazə verin, bir dənə bunu əlavə eləyib hiss edirəm ki, vaxt yaxınlaşır. Ulu Öndərin Azərbaycan xalqı
və dövləti qarşısında ən böyük xidmətlərindən biri 2003-cü ildə özündən sonra mən ona özüm qədər inanıram və əminəm ki, başa çatdıra bilmədiyim işləri İlham Əliyev başa çatdıracaq deyərək estafeti İlham Əliyevə ötürməklə mən sizə deyim ki, Azərbaycan dövlətçiliyinin yeni bir mərhələsinin başlanğıcını qoydu, əsasını qoydu və elə bir insana etibar elədi ki, o insan canı ilə, qanı ilə vətənpərvər bir xalqına inanan, güvənən və xalqı ilə, İlham Əliyev, üzr istəyirəm, Ulu Öndərin necə ki 90-cı illərin əvvəllərində xalqla deyək ki, birliyin əsasında Ulu Öndər hakimiyyətə gəldi. İlham Əliyev isə 2003-cü ildə həmin sevgi ilə, həmin xalqın sevgisi ilə, həmin xalqın ona ehtimadı ilə, həmin ona xalqın etibarı ilə və İlham Əliyevin də xalqa sevgisi ilə prezident oldu. Onun nəticəsidir ki, Ulu Öndərin başladığı zəfər yolunu İlham Əliyev zəfər tarixi kimi tarixə yazdı. Neçə yüz ildən sonra Azərbaycan dövləti ilk dəfə suveren deyək ki, torpaqların azad kimi görə bildi. İndi sözsüz ki, biz hələ Qərbi Azərbaycanı demirik. Biz orada da gedib bu tədbirlərimizi eləyəcəyik. Ona da əminəm ki, cənab prezidentin addımları çox dəqiq, xarici siyasətdə deyim ki, o qədər dəqiq və mən bunu təkcə biz demirik ya, bunu dünya artıq yəni cənab prezidentdən danışır və onun siyasəti qarşısında, uzaq görənliyi qarşısında, onun o səmimi faktlarla, tarixi faktlarla danışığı qarşısında bilirsiniz, artıq bu mövzuya biz keçsək, mən hesab edirəm ki, cənab prezident haqqında, İlham Əliyev haqqında danışmaq bir tərəfdən çox asandır. Çox asandır ona görə ki, görünən dağa nə bələddir, bir tərəfdən də məsuliyyətlidir. Yəni biz bu mövzuda, yəni İlham Əliyevin Azərbaycan xalqı qarşısında, Azərbaycan dövləti və dövlətçiliyi qarşısında xidmətlərindən başlasaq, saatlarla danışacaq. Amma qısa olaraq mən sizə deyirəm ki, bugün İlham Əliyev yeni bir Azərbaycan üçün yeni bir mərhələnin, yeni bir eranın başlanğıcını qoyub və artıq davam edir. 20 ildir ki, ən yüksək səviyyədə Azərbaycan dövlətini regionun ən güclü dövlətinə çevirib. Dünyanın tanınmış dövlət, balaca bir dövlətlə böyük bir dövlətlərin hesablaşması, indi mən faktlarla tez formasında deyirəm də, istəmirəm faktlar əsasına gələndə artıq saatlarla danışacaq. Region və dünyada balaca bir dövlətinlə hesablaşmaq bilirsiniz nə deməkdir? Bu o deməkdir ki, bu lider dövlətini o qədər sevir, o qədər yaxşı təqdim edir. Bəzən bir haşiyə çıxım, İlham Əliyev bütün addımlarında deyir ki, bizim milli maraqlara əsaslanmış siyasət aparırıq. Əgər lazımi vaxtda hücum eləmək lazımdır, hücumçuyuq, lazım olanda müdafiə eləmək lazım, müdafiə olunmalıyıq, müdafiəçiyik, lazım olanda gözlənmək vaxtıdır, gözləyirik və ən gözəl nümunəsini mən deyim ki, əlbəttə, ən gözəl nümunəsi nədir? O 44 günlük tarixdə bəzən ağzı göçəklər deyirlər ki, niyə dayandılar, axı bu davam olmalıydı, nə bilim nə. Amma qızıl ortanı İlham Əliyevdən yaxşı bilən yoxdur. Dayandırdı, nə bölgəni Ukraynaya çevirmədi, nə bölgəni döyüş münaqişə ocağına çevirmədi. Bilirsiniz ki, dünya onsuz da yeni münaqişə ocaqları yaratmağa həvəslidir və bunu tarix də göstərir, bunu zamanda göstərir və bugünkü dünyamız da göstərir. Yəni, amma İlham Əliyev konkret məqamında saxladı və danışıqlar fazası siyasi fazaya keçdi və hətta deyirlər ki, Rus sülhməramları heç vaxt oradan çıxmayacaq və s. Və göstərdi ki, bəli, müharibə lazım olanda dəmir yumruğundan müharibəni aparıram, lazım olanda da dəmir yumruğu siyasətdə istifadə edirəm və bütün torpaqlarda azaddır, biz azadıq, biz azad vətəndaşıq, biz azad dövlətin qalib xalqıyıq. Ona görə də mən fikirləşirəm ki, yəni jurnalist də bugün dərk eləməlidir ki, indiyə qədər utana-utana bir tədbirlərdə çıxış edirdinsə, bugün artıq Azərbaycan xalqının qələbəsi ilə qalib jurnalist kimi sən çıxış eləməlisən və bütün davranışlarında, vətəndaş da davranışlarında, bütün peşə sahibləri də öz davranışlarında bunu həmişə vətənpərvərliyi
həmişə yadlarında saxlamalıdır və necə ki 44 günlük müharibə dönəmində saxladılar. İnşallah jurnalistlərimiz, Sağ aparıcılarımız olun. Bəhruz Quliyevin bu cümlələrini, sözlərini eşidərlər. Allah qoysa bundan sonra düzgün yolla addımlayarlar. Bəhruz müəllim, sonuncu sualım belədir. Həyatın iki faciəsi var. Biri arzumuza çata bilməmək, digəri isə istədiyimi əldə etməkdir. Bunu Watson belə deyib. Çox gözəl bir cümlədir. Hansı? Qısaca cavab verməyinizi istəyirəm. Arzunuz qalıbmı? Çata bilmədiniz? Bilirsiniz, deməli insan yaşadıqca arzudan arzu doğur. Heç kim deyə bilməz ki, mənim arzum, deyim olar, bütün arzularım artıq başa çatıb və mən bitirmişəm. Amma mən fikirləşirəm ki, arzudan arzu doğur və insan yaşadıqca da hər kəs ümid ilə, arzu ilə yaşayır. Mən hesab edirəm ki, hələ arzularımız qabaqda var. Biz o arzularımıza, istəyimizə nail olacaq. Hətta mən öz telefonda WhatsApp profilimdə yazmışım ki, ədalət deməli topaldı. Yavaş-yavaş gedir, amma getdiyi yerə çatır. Mənzilinə Bu, çatır. bilirsiniz də, Elədir, razıyam. böyük filosof Mirabonun sözləridir. Bəli. Demək istəyirəm, yəni biz Hələ var arzularımız. ona da əlbəttə Amma insan mən yaşadıqca düşünürdüm, kitab arzusu var. yazacaqsınız. Bütün bu fiytonları falan bir yerə qoyub, ən böyük arzunuz adı nə olacaq? Başqa vaxtlarda mənim açıq deyim ki, məqalələrim çox olub, amma kitab formasında ancaq elmi bir monoqrafiyam çıxıb. Amma fikirləşirəm ki, mən o dövrdə kitab yazmağa başlayacağım ki, bu günləri yazı məsələni başa çatdırım. Bu da mənim həyat tərzimdir. Mən buradan ayrıla bilmərəm. Ona görə hələ davam edirəm. Amma ideya qəşəng ideya idi. Açıq mən onu gözləyirdim, amma qismət bilmək olmaz. Bəlkə ideyadan yararlanıb ola bilər ki, Bəhruz müəllim çox gözəl, yəni gözəl kitablarını oxudub. Bəhruz müəllim çox təşəkkür edirəm. Suallarınız xoşunuza gəldimi? Çox. Mən tam sərbəst bir mühit yaratmışsınız. O da jurnalistin peşəkarlığına irəli gəlir, açıq deyim. Çox sağ olun. Sizdən bunu eşitmək inanın ki, çox qürur vericidir. Sizin həm suallarınız, həm davranışınız bütün jurnalistlərə, yəni gənc jurnalistlərimizə bir nümunədir. Çox sağ olun. Mən onu demək istəyirəm. Təşəkkür edirəm. Çox sağ olun. Bəhruz müəllimə dərin təşəkkürümüzü bildiririk. Bir daha qeyd etmək istəyirəm ki, qonağım Səs Media qrupunun təsisçisi və rəhbəri, Səs qəzetinin baş redaktoru, Tərəqqi medallı əməkdar jurnalistimiz Bəhruz Quliyev idi. Güvəndəsiniz. Hər zaman elə güvəndə qalın.